Əslində Sarkisyan və Koçaryan cütlüyünün heç bir siyasi gələcəyi yoxdur və onlar istər Rusiyanı təbliğ etsinlər, istər özlərini, siyasi partiyalarını təbliğ etsinlər, onların kütlə arasında, xalq arasında heç bir dəstəyi yoxdur. Amma onlar da Rusiya ilə Paşinyan hökuməti arasında münasibətlərin istiləşdiyini görərək bu imkanı Paşinyan hökumətinə verməməyə çalışırlar. Paşinyanı xalq arasında gözdən salmağa çalışırlar və hələ heç bir addım atılmadan Paşinyanın hansı addımlar atacağını, hətta Ermənistanın bir hissəsini Azərbaycana verəcəyi barədə şayələr yayırlar və s. Burada əsas məsələ, burada nə Sarkisyan, nə Koçaryan həlledici rol oynayan şəxslər olmadığından onların nə deməsi, hansı addımlar atması... Amma bir ictimai reformalaşdıra bilirlər. Hər hansı bir addım atması heç nəyə dəyişməyəcək. Burada əsas məsələ Rusiyanın mövqeyidir. Rusiya hansı qüvvələrlə işləmək istəyəcək Ermənistan içərisində. Rusiyada başa düşürlər ki, Sarkisyan və Koçaryan öz reytingini tamamilə itirib Ermənistan cəmiyyətində. Ona görə də güman edirəm ki, Rusiya siyasi hakimiyyəti heç vaxt həmin insanlara bir daha hesab götürməyəcək gələcək siyasi əlaqələrində. Rusiya üçün daha faydalıdır ki, hazırki siyasi hakimiyyət, yəni Paşinyanı öz tərəfinə çəkməklə onun hakimiyyətini dəstəkləsin. Və gördüyümüz kimi bu da baş verir. Həm Paşinyanın Moskvaya səfəri, ardınca Lavrovun Ermənistana səfəri, daha bir neçə gün sonra, bir həftə sonra Valentina Matviyenkonun səfəri, bütün bunlar Rusiya siyasi establishmentin Ermənistandakı mövcud hakimiyyəti dəstəkləyəcəyinə işarədir. Əgər bir halda ki, Paşinyan hökuməti artıq prioritetləri dəyişir, Avropa istiqamətini ikinci plana keçirərək Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasına doğru addımlar atır, o zaman Rusiyanın bu oyuncunu dəyişdirməyə heç bir ehtiyacı yoxdur. Rusiya ilə Paşinyan üzərindən də öz istədiyi siyasəti yenə apara biləcək Ermənistanda.